Salam abituriyentlər. Bu gün sizlər üçün 2 dənə misal izah edəcəm, yəni şifahi şəkildə. Başlayaq ilk öncə 4-cü misaldan. 4-cü misal gördüyünüz kimi uyğun tərəfləri perpendikulyar olan eynalıdır. Bu bucaqlardan biri 75 dərəcə olarsa digərini tapın. Yəni gördüyünüz kimi eynaltlı deyir. Eynaltlı dediyinə görə onda burada elə 75 dərəcənin elə özü olacaq. Burada C variantı. Gəl indi 6-cı suala baxaq. Burada çox həddisin dərəcəsini tapın. Yəni ki, A elə 5-dir. A-nın yanında B varsa, yəni B-dəki birimiz var. Onun üçün 6 olur. 3-dən 4-ü toparladığımız 7 olur. 1-dən də 5 topladığımız zaman 6 olur. Bizdən çox həddisini tapın. Yəni biz də burada elə böyüyünü seçməliyik və 3-dən 4-ü toparladığımız zaman 7 edir. Cavabımız B variantı. Abituriyentlər, bir dənə də asan bir sual var 9-cu sıra üçün. 75 kök altına 75 vurulsun, kök altına 3/1 bərabər sual işarəsi. Yəni bunu biz sizə göstərim nə şəkildə edə bilərik. İlk öncə misalımızı köçürək. Çox şagird beləsi misallarda çətinlik çəkir, amma ki çox asan bir misaldır. Gəlin belə eləyək. Kök altında 75-i nə cür yaza bilərik? 5 vurulsun kök altında 3, yəni 25 vurulsun 3, yəni 25-dən də 5 çıxır. Ona görə də yazırıq ki, 5 kök altında 3 vurulsun kök altında 3/1 və kök altında 3'ümüzü aparırıq. 5-dəki 1'ə vurduğumuz zaman 5 edir. Cavabımız D variantı.